Salam aleykum, hər kəs salamlayırıq. İnşallah 3-cü etapımıza gedirik, posta yarışının 3-cü etapına gedirik. 340 km Gəncə etabıdır. Təxmini quşlarımızın sayı 150-yə 150-dən biraz yuxarı olacaq. İnşallah tam dəqiq sayı Allahın izni axırda deyəcək. Qardaşlar da quşlarını gətiribdi, burada ətraflı quşları yazıb peçatləyəcək həmişəki kimi. Allahın izni ilə hər kəsə uğurlar arzulayırıq. Sizdən də xahiş edirik ki, izləyən hər bir kəs videonu bəyənsin, paylaşsın, dəstək olaq. Biz də bu işi məsələn Azərbaycanda professional şəkildə yerinə yetirməyə çalışırıq ki, yəni quşu olanlar da qoşula bilərlər bizə, yarışlara qoşula bilərlər. Allahın izni ilə yuxarı səviyyələrə qalxaq. Yəni digər ölkələrə baxırıq, hər şey qaydasında, videolarda maksimum dərəcədə izlənir. Bizə də zəhmət olmasa dəstək olaq inşallah. Salam aleykum. Mən də bütün dostları, quşbaz yoldaşları, yarışçıları, bütün bizi izləyən tamaşaçıları salamlayıram. 3-cü etapımızdır. Hər bir kəsə, bütün yarış iştirakçılarına uğurlar arzu edirəm. Deməli, 2-ci etapa da 49 quş vermişdik. 9 itkimiz var. İnşallah geri çəkdiklərimiz də var. Bu etapda 38 quş verəcəm. İnşallah bir 3 qəfəsdə yola salacağıq. Yenə də sən də bildirdin. Quşların sayını inşallah yarış, belə deyək, möhürlənmə prosesindən sonra daha dəqiq göstərəcəyik inşallah. Şükür Allah, biraz belə deyim, gedişmələr də oldu bəzi quşlarda. Dünən gələnlər də olub, bugün gələnlər də olub. Onları avtomatik yarışdan çəkmişik ki, növbəti etaplarda inşallah yola salaraq 4-cü etapa gedərlər. Hər kəsə uğurlar. O quşladıqlarım. Bizim qəfəsimiz buradadır. 20 quş vermişdik buna qabaqki etaba. İndi hal-hazırda 16 dənə quş veririk yarışa. Geri çəkdiklərimiz də olubdu, gəlməyənlər də olubdu. 4 dənə quşumuz gəlməyibdi. İnşallah ki, hər kəsə uğurlar. Bu bizim qəfəsdir. Salam aleykum Rızvan qardaş. Səni təbrik edirik. İnşallah bundan qabaqki etapımız 2-ci etapın çempionsan, maşallah olsun. Çox sağ ol qardaş, Allah razı olsun. Uğurlar arzulayırıq. Komandamızın uğurudur. Mən də hər kəsin hər kəsə uğurlar arzulayıram. Hamıya can sağlığı arzulayıram. Deməli 3-cü etapa gedirik. İnşallah sabah Gəncədən buraxılacaq 340 km. 2-ci etapımız çox elə, yəni yaxşı keçdi. İtkilərimiz o qədər olmadı. 18 dənə, 22 dənə quşdan başladıq. 2 dənəsi gecikməkdə, o qaldı istirahətə. 18 dənə davam edirik. 2 dənə itkimiz var, 2 dənə də gecikməmiz var. 18 dənə 3-cü etapa inşallah davam edirik 340 km. Hər kəsə uğurlar arzulayıram. İnşallah 4-cü etapın axşamında yeni məlumatlarla sizin qarşınızda olacaq. Nota qardaş. Salam aleykum Xəzər qardaş. Axşamınız xeyir olsun. Vaxt zaman gəlib çatdır. Artıq 3-cü etapa gedirik 240 kilometrə. 2-ci etapın qalibi bizim ev sahibi Rizvan qardaş oldu. Onu səmimi qəlbdən təbrik edirik komanda adına, öz adımıza. İnşallah qarşıda bugünkü etapla bir yerdə 3 etapımız var. Arzu edirəm ki, yerdəki digər qardaşlara da birincilik nəsib olsun, ikincilik ya üçüncülük. O sevinci hamımız, məsəl üçün mən birinci etapda o sevinci yaşadım, Rizvan qardaş ikinci etapda həyəcanı yaşadı. İnşallah arzu edirəm ki, növbəti bu etap nəticə quşlar gəlib, amma saniyə, dəqiqə olaraq ki, çatdırmayıblar. Arzu edirəm ki, digər yoldaşlar da sevinci paylaşsınlar inşallah. Hamıya uğurlar arzulayıram. Neçədən quşla gedirik? Bizdə 28 dənə quşdur burada. 5 dənə quş çəkmişəm geri. Hansı ki, ikisi bugün gəlib, ötən gün gəlib. Fiziki hazır deyirlər. Bəli, bəli. Onun üçün 5 dənəsini saxlamışam. Sağ olsun, növbəti etapda artıq bunlar birbaşa Tovuz etapına gedəcəklər. İnşallah. Uğurlar olsun. Çox sağ ol. Təşəkkür edirəm. Salam aleykum qardaşlar. Mən də bütün yarış iştirakçılarına uğurlar arzu edirəm. İnşallah necə deyirlər, ən güclü olan qalib gəlsin. Maşallah, yəni bu zövq, bu maraq, yəni adama ləzzət edir bu yarışda iştirak eləmək. Bu il yarışa qoşulmuşam mən. Yəni sözün açığı çox xoşuma gəlib. Həddindən artıq xoşuma gəlib. Gəlib çıxmışıq 3-cü etap, Gəncə etapıdır. 340 kilometrdir. İnşallah mən də qoşulmuşam. Xeylisi Allahdan görək necə olacaq. Hamıya uğurlar arzu edirəm qardaşlar. Axşamınız xeyir olsun hamımızın. 36 quşla başlamışdıq. 7 dənəsini saxlamışıq, 25 ilə davam edirik. Davam edirik, hə. Hər kəsə uğurlar arzulayıram.
Salam, axşamınız xeyir əziz qardaşlar. Hamıya uğurlar arzulayıram. 3-cü mərhələ, 3-cü etaba hazırlaşırıq inşallah. Allah hamıya yaxşı günlər qismət eləsin. Bütün yarışı sağ-salamat başa heyvanlar qayıtsın, gəlsin. Allah hamıya can sağlığı versin. Qardaşlar quşlar gətirirlər. Salam aleyküm, hamını salamlayıram. İnşallah 3-cü etapa gedirik. 17 quşla keçən etapı yarışırdım. 6 dənəsi gəlmədi. 11 quş verirəm inşallah. Hamıya uğurlar. Mehdi qardaşın quşudur. İnşallah pezat deyirik. Uğurlar olsun. Özü quşu təhvil verir getdi. 0221. 02-21. Xeyirli olsun. 2 etap yarışı, bu da 3-cü. Özü indi. Tez qaldırma, zəhmət olmasa. Əla. Xeyir. Cavid qardaşın quşlarıdır. Uğurlar olsun. AZ10 003 397. 397. Allah. 195. 195. Bəli. Allah. Qızın qardaşlar burada qeydiyyat aparır. Türkiye. AZ10 0589 589. 589. O bir səhifədə. Ola taşımaq, yəni orada İzmirə aparıb satdırsın, orada Kolombodurma verir. Xeyir olsun. Ya Allah, bismillah. Hayırlı olsun. 621. Salam qardaşlar, sağ Su. Xeyirli olsun. Dört 499. %772. Bunlar balalar, bu ilinci balalardır. Səndə bala bu ilin balaları çoxdur, dayanma. Var orada ağız yüyləri çoxdur. Nikçiyə gedənlərimiz də var da. İşte gedən olacaq. Halal olsun. Rizvan qardaşım quşlarıdır. 330. Neylədi? THŞ'ndi. THŞ 330. Başı qaldı zəhmət olsun. Xeyirli olsun. Maşallah olsun. Yaxşı yoxdur da. 269. Beğendiğimdir o. Allah'dan böyle bir şey yani yaparım. İnşallah. $214. Öyle 214. Ruslan Qardaşın quşlarıdır. Ruslan Bakıxanov. Ora vurmadı sonra açıp şeylerini geçirmedi. Allah. Xeyirli olsun. ZHŞ'in 066 77 04. 15-20 dəqiqə kazanmadı.
Yəqin ki 415. 415. Ay, oradan qoy quşun qanadını burada rahat dura bilsin. yazdan onu da sağ. Onu da dayan. Ha, bak. 66 İsa qardaşın quşlarıdır. Kodun deyək bir zəhmət olmasa. 0 230. 230. Çət deyək. Azə 165. Azə 165. Əzmə. Yaxından götürüb bir dənə zəhmət olmasa. Azə 174. İstəmir də. Ora rahat olacaqdır sənə göstərmək üçün. Ortada olan qanadı rahat göstərirsən. Sonrasında oğlun olacaq da fərqi nədir? $994.141. Nofer qardaşın quşudur. Demək 550. 550. Rus 550. Xeyirli olsun. Çox sağ ol qardaş. Azı 202 axırı. Qızlar o ikisi də eyni şey deyib. İki Azı 00 Azı 00 71. Biraz bu tərəfi tut qanadı əzilməsin abi. Xeyirli olsun. Çox sağ ol. Bu kadar. Azı 0 327. Azı 0 00327. Bu son pasok alındı. Demişəm. Pezatlasın zəmin. Birinci mərhələdən gələn quşdur da yəqin ki. O bir qanatları var. Sonra qanatına tutarsan. 00 325. 125. Son qardaşım özü burada yoxdur. Peçatda vərəqi də burada yoxdur. Məcbur yazırıq. Xeyirli olsun. Sıfır 328. Bu təzə gəlmişdi yəni. 328 dedin də. Allah. Rüfət qardaşın quşudur, bir dənə quşdur. İran 349. Axır deyil. Qoyun hamısını deyəm. 00 hadi. 939 34. İki etap yarışıb. İndi 3-cü etapda Allah qoysa gedir. 3-cü etapa gedir. Rüfət qardaşındır. Rüfət qardaşımdır. Peçat deyək, zəhmət olmasa, Sumqayıtdan var. Bəli, Sumqayıtdan qoşulur bizə. Bu il birinci ildə qoşulur. Maşallah olsun. Xeyirli olsun. Xeyirli olsun, maşallah olsun. Qardaşım, maşınımız gəlibdir. Salam aleykum, nə var? İnşallah qəfəsdə maşına yüklənəcək. Xeyirli olsun inşallah. Hacı Qabul Qədirxan havalandırır. Qədirxanda saat 3'dür. Şimdi mesela normal şəkildə hava gelir. Deməli qardaşlar, Bucarda nədir bu ekonom zapravka, Aspetrol, Araz Market.
Aslı havalansın. Sakitçilikdir. Yüngül var, biraz yağış atır. İnşallah biraz biz də dincələk, bir 5-10 dəqiqə. Təzədən də yola davam edərik. Herkese Allah'ın salamı olsun. May ayının 24'üdür. Saat 6:05. Gəncə şəhərindəyik. Nizam məqbərəsinin qarşısında. İnşallah bu ərazidən quşlarımızı buraxmağa çalışacağıq. Yarışçılar öz yerlərini alıblar. İsa qardaşımız da buradadır. İnşallah bir çəkək. Quşlarımızı göstərək. İsa bunlar sənindir də? Bunlar. Allah xeyir versin. Bu Ruslan qardaşımdır. Asoka Kirovdan. Xəzər. Bu da Xəzərin quşlarıdır. Qarışıqdır Rizvanla. Bir yerdə bu da Rizvanın qəfəsidir. Bu Ruslan qardaşımdır. Qazimdən. Bu mənimdir Cavid Masallıqdan. 3 qəfəs. Burada bir quşumuz Mehdi qardaşımdır. Deməli, unutmamış deyək. Ruslan qardaşım quşlarının içində də bir dənə Rüfət qardaşımız Sumqayıtdan. Səhv eləmirəmsə bu quşdur. Hamısını bir göstərək. Bunlar mənimdir bu 3 qəfəs. Bu da Nofər qardaşımız Xotordan. Qəfəslərin açılmasına icazə vermir. Səbəb də quşlar başlarını çıxardırlar. Uçan zaman qəfəslərə ilişməsinlər deyə. İnşallah bir 5 dəqiqə quşlarımızı buraxmağa çalışacağıq. Aşağı yuxarı bir 10-15 dəqiqədir. Qəfəsləri düzmüşük. İnşallah hazırlıqlarımızı görək. Allah'ın izni ilə sağlam həyata keçirərək. Başla. Xeyirli uğurlu olsun inşallah. Gəncə 340 kilometr. Nəzərdə tutmuşduq Gəncə darvazalarını.
Nizam məqbərəsinə qədər gəldik. Təxminən 5 kilometr falan məsafə uzandı. Xeyirli uğurlu olsun inşallah. İnşallah kuşlarımız hamısı toplansınlar. Güzel görüntüdür Nizam Məqbərəsinin üstü. %45 yarış güvərsinə buraxıldı. Ağız biraz mani olur. Çalışıb tam şəkildə çəkir getməyə çalışacaq. Yol boyu ucardan başlayaraq yağış yağırdı. İnşallah burada biraz hava açıqdır. Gedəndə də hava durumuna baxacaq. Mövcud havaya. İnşallah ki, sağ-salamat, problemsiz şəkildə gəlib qaydarlar, itkisiz və zədəsiz. Eğer ki qırılmalar olmayıb, olubsa da bəlkə bir-iki kuş olur. Yəni, gözə çarpan bir qırılmalar olmadı. Qəfəslərdə quş qalmadı. Çəkilişi eləyə bilmədik. Uçun videosu alınsın. İsa qardaş da bu arada qəfəsləri yığdı. Ən azından görünür də. Quş qalmayıb. Gəncə istiqamətində hələ ki dövr eləyirlər.
yekunlaşdıraq. Quşlar yarışdan gəldilər. 3-cü etap Gəncə etapı. Maşallah 4 dənəsi gəldi. Gəl. Gəlməyə az qalır. Yəni Allahın izni ilə, yəni təxmini belə deyək. İndi quşlarımıza elektrolit hazırlayırıq Allahın izni ilə. Elektrolit quşların tez yəni bərpa olunması üçündür. Gördüyünüz kimi. İnşallah ki, gözəl nəticələr görərik Allahın izni ilə. Hazır qoyaq. Gəlmə vaxtına az qalıb quşların. Bunlar balalardır. Yığmışam bura qəfəsə. Balaların yuvasına qoyduq elektrolitimizi. Balalar yoxdur, boşdur. Yuvalar boşdur. Giriş nöqtəmiz açıqdır böyüklərin yuvasında. Bir dənə quşumuz var. Böyük quşlarımıza da qoyduq elektrolitimizi. İnşallah sağ-salamat qarşısında. Bir dənə quşumuz var burada. Birinci etap yarışmışız, o GS dəymişik. Bu əvvəlki keçən yox, ondan qabaqki ildə yarışmışdı. Mayamız. Belə buraxmışdıq bir etaplıq, sonra saxladıq. Gəl. Ya Allah. Gəl. Maşallah olsun. Gəl. Maşallah olsun, 2 dənə quşumuz gəldi. Maşallah. Gəl. Yıxıldı biri. Gəl. Gəl. 215'den 217 idi. Gel.
bitdənən saat 10:23-dən gəlir. 371-dən bir yerdə. Belə deyək, birinci o olacaqdı, ikinci bu. Hələ də düşməyib. Bu da arkadakı da məndə üçüncü gələndir. Bu da qoşulub ona. Yəni 371 düşüb. Bunlar hələ gözləyir. Deməli 6-sı bir yerdə gəldi, bir də burada 7. Bu ikisi hələ də düşməyib. Ay maşallah olsun. Komanda şəklində gələndə doğrudan adamı ləzzət edir. Ay maşallah. Gəl, gəl, gəl. Gəl, gəl, gəl. Aslanlar gəliblər. Maşallah olsun. 7, ikisi də buradaydı, 9. Ay maşallah. Gəl, 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 gəl. Gərək ki, quş evdə özün qarşılayasan. Gəl, 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 gəl. İkinci gələn quşdur bu. Yarışın da ikinciliyini əldən verdi. Allah bilir neçənci sıraya düşdü. Girsən də gir, o bir bala qalır. Gir, gir. Bu da buradadır. Ağbaş bala. Vaxt bitiririk bunlarla. Ama yenə də gözləyək girsinlər. Gir, gir. Bir topa geldi. 2, 4, 6, 7 dənə. 7 dənəsi gəldi.